Keçən il bizə müraciət edən bir çox tələbə var idi. Hətta bizlə tələbə ilə biz danışdıq, hətta onu izah da elədik. Ofisə də gəlmişdi valideyni ilə. Yəni israrla pilotluq üzrə təhsil almaq istəyirdi, pilot olmaq istəyirdi və o ilə çox danışdıq. Təəssüf ki, TRS balı aşağı idi, amma yenə də pilotluğu istəyirdi. Və biz onu izah eləməyə çalışdıq ki, xaricdə pilotluq üzrə oxumaq həddən artıq çətindir. Və demək olar ki, lisenziyanı alan çox az adam olur. Yəni bunu izah edeyim sizə qısa olaraq. Yəni pilotluq oxumaq istəyirsinizsə xaricdə, məsələ belədir. Siz pilot olmaq üçün 4 il universitet oxuyursunuz və bundan əlavə 60 min, 70 min evro arası ödəyib pilot lisenziyası almalısınız. Yəni pilot lisenziyası almasanız, sizin oxuduğunuz o diplom, aldığınız diplom əski parçasından başqa bir şey deyil. Azərbaycanda aviasiya akademiyasında pilotluq üzrə oxuyanların lisenziya alma məsələsini dövlət həll edir. Yəni dövlət tərəfindən təmin olunur və onlar lisenziya alırlar. Amma xaricdə oxumaq istəyən Azərbaycanlı mütləq o lisenziyanı özü almalıdır. Və bu lisenziyalar həddən artıq bahadır. Bəli, dünyada pilotlara tələbat var. Pilot olmaq istəyən çoxdur. Və tələbat da var. Amma onu bitirmək, onu oxuyub bitirmək çox çətindir. Yəni bizdə elə bir düşüncə var ki, pilot olmaq, yəni sürücülük vəsiqəsi almaq kimi bir şeydir. Xeyr, əsla elə deyil. Burada fizika, həndəsə, riyaziyyat çox güclü olmalıdır ki, sən bu təyyarəni idarə edə bilərsən. Bu səbəbdən də yəni pilotluq üzrə oxumaq çox çətindir. Yəni və bunu seçərkən mütləq diqqətli olmaq lazımdır. Elə valideyn var ki, 9-cu sinifdən uşağını aşılayır ki, pilot olacaq və sonda artıq imtahan nəticələri bəlli olanda məlum olur ki, o uşağın nəticələri çox aşağıdır. Və bu səbəbdən də uşaq ortada qalır. Bu səbəbdən də mütləq və mütləq əziz valideynlər buna diqqət edin. Pilot olmaq istəyən övladlarınıza birinci başa salın ki, bu çətin sahədir və məsələn dediyim ixtisaslar, riyaziyyat, həndəsə, fizika çox güclü olmalıdır ki, sən pilot ola biləsən. Bunu həmişə nəzərdə tutun.